Herkese salam dostlar. Mən Ela və kanalıma xoş gəldiniz. Bugün Barcelona'dayıq. Və 2 günümüz var, 2 tam günümüz var Barcelona'da. Bugün əsas yerləri gəzməyi düşünürəm. Akşama yaxında yemək yeməyə gedəcəyik. Orada hələ səhər yeməyi yeməmişik, düzü. Akşam gez gəldiyimiz üçün səhər 10'da yuxudan durdum, hazırlaşdım falan filan. Önce saat 12'deyim. İndi birazdan çölə çıxacağam. Biraz gezəcəm, edəcəm. Bilmirəm, Elza apararam yoxsa yox. Aparmaya da bilərəm. Evdə qalsın, getməsin o. Nəysə. Acın kalendarlarımız açıq bugün. Bugün orada makyajımı bəyəndim, burada bəyənmədim. Niyə bilmirəm. Nəysə. Şeyləməyəcəm. Çox da şeyləməyəcəm. Aha, yox, sən açmışsın özümə sızam. Bugün 9-cu gündəyik. 9-cu günü açırıq. Lütfen işimi kapama. Evet. Deməli 9 hardadır? Aha, buradaymış 9. Göstərim. Çıxardım. Orada ya 9. 9 hardadır? Yox, sən heç nə haqq eləmirsən, çıx get. 9. Bunun içində nəsə ağır bir şeydir. Şampun falan ola bilər, balaca boş. Krem mi deyəsən? Evet. Saç nəyi? Oha! Görürsünüz. 7-ci hissim ya 9-cu hissim bilmirəm, amma o çox güclüdür məndə. Şampun çıxdı. İşlədərəm. Güzel. 2 gündür. Dünən bir şey istəyirdim. O çıxdı. Bugün şampun hissələdim. Şampun çıxdı. Nəsə var? 22 aya 9. Baxın. 9 da buradadır. Buy. Ha. Açılsana. Ha. Buradan kıl alayım çıktı. Yok. Kırmızı olanlardan. Kırmızı çıktı. Bu mən çıxan günü yeyib qutarım. Dünən qurbağalar çıxmışdı. Onu həmin gün yedim. Həmin gün axşam hətta yedim. Hiç xoşuma gəldi. Bunları yedim, onlar çıxdı. Bilmirəm, bu daşlarıma belədir, yoxsa mən zaman bunun Paris daşları qəşəkdir. Bəyəndim oradakıları. Hadi qoyaq yerinə. Şimdi hazırlaşaq, çıxaq çölə, gedək səhər yeməyi yeyək. Ondan sonra da başlayaq şeyə. 3 yerə falan bugün gedəcəyik. Hadi o zaman çölə çıxanda çıxarım. Makyajım niyə burada belə görünür? Pis görünmür amma yenə də. Hadi. Sonunda gəlib tuta bildik. Amma bizim bəxtimizdən şey gedir. Yeniləmə işləri gedir, amma çox qəşəng görünür. Dedim, indi digər tərəfdən də çıxarım. Evet arkadaşlar, oradan çıktı çünkü buradadır. Buradan görünür. Bu bir de biraz şaşırt saçmalı. Neyse, rengim çok kara düşür burada. Çok adam var idi orada. Orada telefon açıp bilmədim. Şimdi başka bir yere gedirik. Buradan çıktık çünkü aşırı çok adam var. Yani orada adım atmağa böyle yer yoktu. Biraz da biz geldi onu görədi. Ve saat 3'tü, biz sürəcəyin bir yerə gedə bilmişik. O da yarı-yarım çıxdı. Elə bir qabağından baxdıq. Gedirik indi o birinə. Görək ondan olacaq. Və hava istidir burada. Hemen qalın geymişim. Pişirəm onu görə. Əlimdə daşımaq istəmirəm. Ay arkadaşlar. Park Güell. Mesela orada geldik. Ben buranın ödənişsiz olduğunu düşünürdüm ama biletlə iyiymiş.
Böyle arkasını size göstermem lazım. Ve içeride böyle yollar falan var. Böyle gəzirsən. Burası bura böyükdür. Bilet alsaq əgər. Mən dedim ki, bilet almışıq, onu için bütün gəzim. Bunu da için gəzməyə 2-3 saat olacaqdı. Və bizim də bugün saat 4 demək olar ki, vaxtımız yoxdur. Ona görə yəqin ki, bilməyəcəm. Çöldən gördüm ama içərisində qəşəng bir yer var idi, onu görmək istəyirdim. Görəməyəcək, bir daha seferi, bir daha gələndə görərik. Neyse, indi Barcelona katedralına gedirik. Buranı yarıtdıq. Gidik orada yarıda. Ay, hiç halim yok bugün. Gedim görüm orada nəyə keyfimi pozacağım. Bugün hara gelim keyfimi pozur. Bir iki şəxslər, bəzi şəxslər. Məsələn adı eynən başlayan şəxslər. İşte erkekler böyle, erkekler kapatılsın. Please. Ay arkadaşlar, bugün şey oldu, yalan oldu. Özümü çok pis hissedirdim. Barcelona katedralına gedirdik. Sonra özümü çok pis hissedirdim. Ora pullu olduqsa özüm pis hissedirdim. Ora pullu, girmə pulluydu, çölü pulsuydu. Çölündə demək istəyirmişlər. Çölündə şəşə çəkdirirdi. Neyse işte, oraya gedəcəkdik. Burası özümü çok pis hissedirdim, yeriyə bilmirdim. Gəldik evə, otelə. Biraz dincəldim, özümə gəldim, yavaş yavaş gəlirəm özümə. Bir saat falan yəqin özümə gələrəm tam. Sonra bilmirəm, yəqin axşam gedərik. Özümə gəldim, sonra yemək yeyim. Sonra gedərik. Deyəsən evin qabağında mol da var. Əgər özümü çox yaxşı hiss eləməsəm, yəqin bugün mola gedərik. Arkadaşlar düzeldim biraz. Yine çıktı. Hello guys. Today we are going to the mall, the mall from the Barcelona, and we're gonna try to buy some stuff for us. Por favor, por favor. Delicias. Te amo. Te amo. Delicias şey attı ama. Metro dayanacağım. Despacito. Despacito. Ya sus. Casillas supermarkete. Aa, hava soğuyor. Ayağım üşüdü. Soğuk. Şey... Saçımı rəsmi dağıtdı arxadan. Hə, indi evin qabağında mol var. Səsim rəmşilətən gəlir yoxsa yox. Oraya gedirik. Orada bir şeyler yeyək. Mol yok. Burada mola mar deyirlər, mar. Orada boşdur, bax oraya gedəcəkdik. Tamam. Sonra şey deyək. Sonra gedəcəyik Barcelona katedralını görməyə. Orada yaxın bir dənə yer var. Gotik mənamlı. Keçməyəcək O da gedəcək. Mola girəcək. Bu molda 1 saat franca. Mən deyirəm Yox, sizə. Sonra deyirsən, ha yox, olmuyor. Yok, gedəcəyik. Yalan deyil. Evet arkadaşlar. Aa, burada Plant 1 de var. Plant 1 ödeyeceğiz bakalım. Ne oldu? Sephora da burada. Sonra orada Primark var idi. Burada Plant 1 var. Aa, normal qəşəng mall değil. Ellədim də moldu. Ellədim də mall değilmiş. Her marka var imiş. Orada da indirim var haradasa. Cheap, por favor. Aa, Swarovski de var. Stradivarius da var. Onda yaxşı sabah şahırına alışveriş ediyorum. Qəşəngiymiş. Hatırlayırsınızsa Madriddən etibarəndir, Madriddən bəridir.
Deyirik ki Taco Bell, Taco Bell, Taco Bell. Orada yemək yemədik və sonunda orada yemək yeməyə gəldik. Amma necə olduğunu bilmədiyimiz üçün bir dənə sifariş verdik, bir dənə menü sifariş verdik. Onu yeyəcəyik. Əgər bəyənsək sonra bir dənə sifariş verəm. Bəyənməsək ya da başqa şey yemək istəsək, bir də mən noodle yemək istəyirəm. Birazdan yəqin noodle yemək istəyirəm. Yani Burası güzel. mən sushi zəyə. Buranın sushi məncə qəşəng olar. Kestik. Kestik. Neyse. Sushi isə. Sushi. Öyle işte. İndi gözünüz sipariş gelsin. Sipariş gelsin size rəylərimizi deyərim. Eğer qəşəng olsa Madrid'e gəndə gəlin burada yeyin. Boşuna gedib oradan o kadar pul vermeyin bahalı yerlərə. Bir de biz bura gələndə, Barcelona dünəndə Madrid'e bir daha yerə getdik. Pizzana makaron yedik. Yani çok qəşəngdir. 10 dəqiqəyə düşünün. Delisio. Pizzanın- Delisio. Delisio. 10 dəqiqəyə Elzanla pizza və makaronu bitirdik. 10 dəqiqə tam. O neydi? O ne pizzaydı? O makaron neydi? O makaron. Çox qəşəngdir. Düşünün pizzadan şeyin belə o bişirdikləri yer olur. Bak pizzanın çöreğini o makaronu böyle ısıyordum. Belə də çörəyin pizzanın kənarı ilə makaronun peynirini sıyırdı Bəli, yedi. bəli, çok teşekkür Çox qəşəng idi. Adın oranı nə Ne idi? sordu? O bizden ne sordu? Hə, Qarabağı soruşdu. Yok, soruşdu. Soruşdu haralısınız? Dedi Azərbaycanlı. Dedi Qarabağ sizin komandadır. Öyle Elzan da demedi, bir Qarabağ. Qarabağ dedi, hə. Biz də bildik bizim Qarabağı deyirdim. Sonradan başa düşüşü Qarabağ futbol komandasını deyir. Deyir məndən haranı oynamışdıq biz? Napoli oynamışdı. Napoli oynamışdı. Bərabərə qalmışdıq Yok, məncə. sıfırlıklar oynadı. O dedi ama çok qəşəng komandadır. Dedi çok qəşəng olan ayaqları var dedi. Evet arkadaşlar geldim. Deneyip Minik sıçanımız. çok minik deneyip yedim. Ay arkadaşlar biz çok sevdik bunu. 2 saniye burada kurtardık. Yani dedik niye o biriler boşluklar burada çok adam var. Yana sonra bir şey hakikaten geçenciymiş. Buraya gelseniz Taco Bell'den yiyeyim denemeyi. Zaten birinde sipariş etmek istedi. Sonra dedim direkt noodle yiyelim. Bir menü sipariş vermişler. Bütün 3 nəfərə. Deflərdən noodle yiyər. Sabah akşam gəlib buradan 4 menü sipariş verərik. 2 də menü sipariş verərik. Öyle işte. Şimdi gedirik noodle yeməyə. Gözləyirəm yazan salatını da qutarsın. Sonra gedək. Burada salatlar belə dadlıydı. Bunları yemiyorum. Qəşəng ediblər. Beğendim. Gerizekalı işte. Dedi ki ay Ela. Mənə 1 euro cibimdə ağırlıq eləyir. Onu zibil qabına atım. Dedim atmayacağım. Dedim axı atmaq istəyirəm. Yaxşı get atım. Attı. Evet arkadaşlar indi noodle yeməyə gəldik. Ben sence de yedim. Mən isə çubuğuna yerim ama çubuğu qırmadım. Noodle da pis değil. Biraz soyasını aşırı sokuluklar. Soyasını. Ama yeterli. Değil. Güzel. Bu da beğendim. Bu da iyi. Sonra yakın çıxacaq moldan gidəcəyim katedrala. Ama tez yet gəlməli. Onun için deyirsən bura bağlı şeylə. Avtobus sistemi dayanır. Hələ saat ama onu işləyibdir. Getdilər ya. Getdilər. Ama deyim. Arkadaşlar oradan çıxanda saat gec oldu. Ona görə yenə gedəmədik. Sabah yəqin ki gedərik deyə düşünürəm. Görəcəyik. Videomu burada sonu çəkim. 3-cü saat 11-dir. Hadi videoma like atmağı, abunə olmağı unutmayın. Bugün çox bir şey çəkə bilmədim. Yəqin video çox qısa olacaq. Yeni abunə olun. Hadi bye.